İlk işıqlanma ilə bir mərkəzdən başlayan işıq sağ və sol tərəflərə böyük sürətlə yayılmağa başladı. O yayılma ilə də partlayış iki yan tərəfə istiqamət almışdı. Sağ və sol tərəflərə partlayış bu kainatın ilkdən indiki kimi uzunluğa kəsiyi oval olan ellipsoid formasını verdi. O partlayışdan ilk məkanların özündən toz halında dumanlıqlar və bir sıra qalıq tikələr əmələ gəldi. O qalıqlar bir xaos şəklində deyil, ardıcıllıqlara malik və bir-biri ilə bağlıqda oldular. Sonradan isə mütəşəkkil hərəkətlər üçün ilkin düzülüşləri aldılar. Partlayış anından etibarən nisbətən böyük məkanların nüvələri işıq paylı oldu. Həm də yaranışın ilk anından yaradan öz nur payından bu aləmləri yaratdığından kainat varlıqlarının işıq payı ilk və əbədi oldu. Yaradan ilk andan öz nur ışığını məkanlar arasına saldı. Mahiyyəti etibarilə bu çox incə bir prosesdir. O məkanların cəm kütləsi işıqlandı və işıq toplumuna gəldi. Cəmlənmiş işıq toplumu o məkanların varlığından qaranı azad etdi, uzaq etdi. O kütlələr təmizlənərək bir bozluq həddinə, bu cür əbədi mövcud olacaq halına gəldi. Deməli, işıq toplumu o məkanlar varlığında qaralığı uzaq etdi ki, o ilk qaralıq seyrəkləşdi, bozararaq o qaranı əvəz etdi. Çox saylı məkanların kütlələri bir nur ışığı ilə işıqlı oldu. Hər iri məkanın kütləsi özünün işıqlanması yolu ilə cəm indiki bu kainat işıq toplumunun sahibi oldu. O işıq toplumu bir mərkəzdən, Yaradanın nur qədərinin tam gücündən, bir toplumdan partlayışa gəldi. Bu partlayış gücündən Yaradanın ayırdığı işıq qədəri tükənmədi və bu işıq qədəri bir yerdə dayanmadı. Partlayışdan böyük həcmli, iri məkanlar tikələndi. Hər bir tikənin özlüyü işıqda olduğundan o işıq toplumu bir mərkəzdə cəm oldu. Hər məkanın, hər bir planetin mərkəzində olmaqla bərabər Yaradanın o işığı ilə bir bağlılıqda oldu. Hər məkanın kütləsindən asılı olaraq nüvəsinin işıq qədəri təyinləndi. Partlayışın gücündən istilik alındı. İstilik xaki rəngi qədərində özünü göstərdi. Beləliklə, ilk nur işığı ilə olan hər məkan mərkəzi ağ işıqla, kütləsi bozluq zərrələri ilə, bozluqla, bu kütlə arasında isə xaki zərrələrin özlərinin cəm birlikdə təzahürü yarandı. O partlayış anında o işıq partlayışının özlüyündə rənglər qədəri yarandı. Onun toplum halı yaz mövsümündə yağışlar yağan zaman göy qurşağı deyilən rənglərin təzahür toplumu kimidir. Amma bu göy qurşağında heç də üç əsas rənglə kifayətlənmək olmaz. O partlayış anında o işığın toplum halından artıq işıq qədəri bir zərrə halında hərəkətdə oldu. Artığı isə heç də itmədi. O zərrə qədərləri Yaradanla kainatların hüdudları qədəri arasında hərəkətdə, Yaradanla yaranmış arasında hərəkətdə, Yaradanla yaranmış arasında vəhdət bağlılığında ilk oldu. Partlayışdan dağıntı, o dağıntıdan səpələnmə baş verdi. O səpələnmədən sonra ilk planetlər öz yerlərində müəyyən bir simmetriya ilə və bir-biri arasında bağlılıqla bir vəhdətlik təşkil etdilər. Hər bir planet o ilk işığın təzahür qədərinin təmsilçisi olmaq etibarilə kürə formasını saxladı. İndi qardaş, özün görürsən ki, Yaradanın göstərib dediyi, təsvir etdiyi kainatın böyük partlayış hadisəsi ilə astrofiziklərin güman etdikləri böyük partlayış prosesi arasında nə qədər də ayrılıqlar, fərqlər var. Partlayış anından sonra Yaradan kainatın hüdudlarının qədərinə və bu hüdudlar daxilində planetlərin hər birinin öz yerində yerbəyer məkanlaşmasına, cəm kainat formasına, ellipsoid daxilinə baxıb yaranışdır, yaranışdır, yaranışdır deyib səsləndi. Buna qədər, yəni yaranış anından artıq 3 müddət keçmişdi. Bu yaranışdır, yaranışdır, yaranışdır deyilən an 4-cü müddətə təsadüf etdiyindən bu 4-cü müddəti göstərən 4 rəqəmi
bütün kainatda müqəddəs rəqəm kimi qaldı. Müqəddəs sayıldı. İlkdən partlayış anından kainat daxilində istiliklər, özü də ani olaraq bir anda baş verdi. Yəni partlayış isti ilə müşahidə olundu. Hər bir yaranış varlığı bu isti qədərində buna müvafiq yaranış qədəri aldı. Bununla da hər bir yaranışın özünə məxsus müqəddəs rəng qədərləri çatdı. Amma o başlanğıçdan cəm yaranmış varlıqlar üç əsas yaradıcılıq çalarının özü ilə bir bağlılıqdadır. Böyük partlayışdan alınan ilkin istiliyin temperaturu astrofiziklərin hesabladığı 10⁻32 Kelvin qədər idimi? Yox. Bu temperatur müqayisə edilməz dərəcədə çox aşağı həddə idi və 2-3 min Kelvindən yüksək ola bilməzdi.